Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Biz İmam Hüseyin əleyhissalama göz yaşı tökürük, əzadarlıq edirik. Bu hədislərimizdə tövsiyə olunub. Peyğəmbərimiz də İmam Hüseyinə göz yaşı tökərdi. Hədisdə bu var. Və bizə deyilib ki, İmam Hüseyin əleyhissalama əza saxlayın, onu yad eləyin. Amma məsələ burasındadır ki, bizim əzadarlığımız emosional bir əzadarlıqdır, yoxsa rasional. Yəni, biz İmam Hüseynə onun məzlum olduğuna görə göz yaşı tökürük. Yəni, emosional. Yoxsa rasional. O bizim imamımızdır. Haqqı bizə çatdırmaq istədi, səadəti bizə çatdırmaq istədi. Biz dəyərli bir şəxs itirmişik. Rasional bir göz yaşıdır bu. Əlbəttə ki, insan göz yaşı tökəndə emosional olur. Emosional yanaşma lazımdır. Bu olmalıdır. Onun məzlumiyyətinə ağlamalıyıq. Çünki insan tez bir zamanda emosional hissi ilə bağlanır kiməsə. Yəni, ancaq quru, rasional hisslə insan kiməsə bağlana bilməz. Sadəcə olaraq bu emosional hiss, rasional hisslə ziddiyyət təşkil etməməlidir. Ola bilər Kərbəlada hansısa bir xurafi məsələ ilə bağlı danışır kimsə, misal üçün. Mən onu inkar edirəm ki, elə bir hadisə olmayıb, tutaq ki, sənədi zəifdir. Bu səbəb olmamalıdır ki, biz bir-birimizdən dava eləyək ki, yox, sən bunu inkar etməklə əzadarlığı inkar edirsən. Xeyr, bu emosional yanaşma. Deməli, sən o hadisəyə görə göz yaşı tökürsən, sən o hadisəyə bağlısan. Sənin emosiyan o hadisəyə görədir. O hadisə olmasa İmam Hüseynə göz yaşı tökməyəcəyik. O hadisə olmasa İmam Hüseyni imam kimi qəbul etməyəcəyik. O hadisə olmasa imamı sevməyəcəyik. Emosiya rasional düşüncə ilə ziddiyyətli olmamalıdır. Və emosiya dedikdə məqsəd o deyil ki, biz İmam Hüseyni yazıq olduğuna görə ağlayaq. Yazıqlıq nədir? Yəni, imam cəsarətsiz idi, gücü yox idi, qüdrəti yox idi və yaxud da imam məsələn, belə deyim, qüdrəti olmadığına görə onu məzlumcasına şəhid. Məzlumluq ümumiyyətlə yazılıq mənasındadır. İmam Hüseynin qüdrəti də var idi. Allah onun ən böyük qüdrəti idi. İmam Hüseyin xoşbəxt idi. İmam Hüseyin bizdən də xoşbəxt idi. Yazıq bizik ki, biz bilmirik ki, məsələn, cəhənnəmə gedəcək, yoxsa cənnətə. Amma İmam Hüseyin cənnətin özünə çevrildi. İmam Hüseyin xoşbəxt, yazıq deyil. Onun məzlumluğuna ağlamağın mənası o deyil ki, yazıqdır, ay yazıq İmam Hüseyin, dünyasını dəyişdi, ona göz yaşı. Yox, bu cür olmamalıdır. Məzlumiyyət yazıqlıqla bərabər olmamalıdır. Məzlumiyyətinə ağlamağın emosiyamızı göstərsək də, o məzlumiyyətinə, rasional düşüncənə ziddiyyət təşkil etməməlidir. Yəni, bu səbəb olmamalıdır. Mən xurafi şeylər danışım imam barəsində və başlayım ona ağlamağa, emosiyama qapanım. Rasional düşüncənə ziddiyyət təşkil etməməlidir. Bu səbəb olmamalıdır, xurafi şeyləri qəbul edeyim. Buna səbəb olmamalıdır. Mən demirəm, biz emosiyamıza qapanmayaq. Mən demirəm, biz İmam Hüseynə emosional yanaşmayaq. Zaten insanıq. İnsan rasional düşüncədən daha çox emosiyasına üst tutur. Mən sadəcə olaraq demək istəyirəm ki, və alimlərimiz deyirlər ki, əsas alimlərimizin dediyidir, emosiya rasional düşüncə ilə ziddiyyət təşkil etməməlidir. Bəzən misal olaraq əzadarlıq ediriksə, elə əzadarlıq etməməliyik, kənardan baxıb bizə lağ eləsinlər. Yəni, bu emosiya rasional düşüncə ilə ziddiyyət təşkil etməməlidir. Əzadarlığın özü də rasional çərçivədə olmalıdır. Demirəm, məsələn, quru-quru sinə vuraq, yox, gözəl sinə vuraq, eşqlə vuraq, məhəbbətlə vuraq o sinəni. Amma bu bizi həddindən artıq emosiyaya aparmamalıdır ki, rasionaldan çıxmış olaq, rasional düşüncədən, rasional görüşdən çıxmış olaq. Buna səbəb olmamalıdır. İmam Hüseyin din idi və din rasional bir dindir. Allah deyir, düşünmürsünüz, Allah deyir, düşünün. İmam Hüseyin əleyhissalam düşüncədən kənar iş görməz. Və İmam Hüseyin əleyhissalama ağlamaq, göz yaşı döymək, o emosiya bizim rasional düşüncəmizdən üst-üstə düşməlidir və ona bağlanmalıdır. Allah bizləri İmam Hüseyin əleyhissalama həqiqi əzadarlardan qərar versin.